Osman geçir Osman. Qatara cəmi 9 dəqiqə. Biz indi çıxmışıq yerdən. Buradan normal yeriyəndə də bir 10 dəqiqəlik piyada məsafə var. İndi qaçmalıyıq. Geliyorum huysuz. Heç vaxt qatara gecikməz. Bu dəfə İngilis dil bilmirəm. Tabii. Rafik gel. Rafiq eşlik alır. Bəlkə gedişi basmırsan? Şeye bir tane var. Orada gediş gəliş ayrıdır. Bax gör. Özü sana ayrı gönder. Nihat değil kalkıp meşhur kalkıp yani burada yok. Yok hemen o. Ola bilər 44-dən bir 10 dəqiqə əvvəl bura gəlmək lazım değil mi? Mən o vaxtında çıxdı getdi. Sahilde de yani doğum değil de vaxtlar. Onu söyleyeyim. Gecikmiş sifət. Qatar itirəndən sonra mən. O da kaçtı. Böyle bir ağlama videosu koyarsa. Nəsə dedi. Sənin də fikirləri var da, hörmətli Rafiq müəllim, bizim fəxrimiz. Vəziyyət belədir ki, çoxlanı qaçmaq bilmirəm, hamımız gəlmiş, hamımız gəlmiş. Kimsə çatmaz. Məncə bura... Ha, buraymış. Çatdıq. Təsvir olsun ki, çox danışa bilməyəcəyik. Yol uzundur, danışacaq yolda. Deməli, bizim 2 dənə qatarımız var idi. Biz birincisine gecikmişdik, onu zad elədik də, minə bildik. İkincisine də gecikmişik, amma ikincisine minə bilmirik. Ona görə məcbur taksi. Taksi gözləyirik, gəlsin. Fərqi yoxdur, hansı ölkədəsən. Burada da taksi Prius'dur, Nihat. Burada da Prius'a minirik, ya qaqa. Sen geç o bir tarafa. Düzdür. Düzdür. Prius'tan kaçış yoktu. Prius her yerde. Sağ ol. Cahil'in sebebi. İzleyicilerine ilgili. Ne demez? Abone ol. Prius kader mi? Nasip olur mu be? Nasip olur mu, ha? Sağlık kirezende mi? Mastora gedək. Durdum, ha. Biz ingilislər ümumiyyətlə stadionlarımızı gəzməyi sevirik belə. Yəni bu bizdə adət alınmalıdır. Bir də biz ingilislərdən maşın yoluna çıxmaq olmaz çünki maşın vura bilər. Yaxşı dedin, yoxsa vuracaqdı bu dəqiqə, ha? Ümumiyyətlə biz ingilislər futbolu çox sevirik. Bizdə biraz həyat fərqlidir. Futbolla yaşayırıq. Ona görə gəlmişik bir Aslandelaya görə başımıza nə gəlir. Gərək girişi tapaq, ondan sonra yaxşı olacaq inşallah. Gəlmişik bura. Burada bizi gözlədirlər. Gözlədirlər. Baxın, burada qəşəng maraqlı bir şey var. Otobüsünü oturmuş. Göstər, bayrağımızı göstər. Bax. Her şey. Aynen. Baba. Of the very first football league in the world and an Aston Villa director. That's why we like to have his statue here. So if you want to take photos and then join me inside, I'll just give you a little bit of an update. Çempionlar Liqası kubok. Görmürsən o boyda Çempionlar Liqası. Məzənərsən. Bu boyda kubok. Sabit, futbol cahiliyin haqqında nə deyə bilərsən? Ne haklı? Barın belə restoranı var. Deyir, yeganə klubdur ki, stadionumuzun içində belə restoran var. Yəqin ki, VIP
Bancılardır. Skybox da ola bilir, dəqiq bilmirəm. Burada oyuna baxmaq olacaqdır. Amma təəssüflər olsun ki, biletin biri 200 manatdan başladığına görə hələ ki, büdcə ona əl vermir. Bura bir nə sad music. Oyunu həm buradan izləyə bilirlər, həm də burada. Reserved for our visiting directors. And it is bigger by a lot. But we did hold that for a very, very long time. When we were all standing behind Gong Stadium, we The top trophy in the middle there is the playoff trophy, so that's the trophy we won when we beat Darthampton to return to the Premier League. That's what we won. And the cup at the very end is the wartime cup. That was a cup that was created. So where we're standing now, we're actually standing in Aston Park. If we walked over that way, we'd be back in the Merhabalar. The construction of this football club is probably quite unique and it crosses over an actual road. This flooring, as you see here, plus in the windows you can see the mosaic effect because all that is a replica of what it would have been like in the early 1920s here. Bura press konferans otağıdır. Burada 100% çəkdirməliyik nəsə. Nəhayət. Buranın nə olduğunu heç kim bilmir. Bura oyuncuların paltar dəyişmə otağıdır. Qonaq komandanın paltar dəyişmə otağı. Not much else to do. Through to the shower. Gedirik. This first room here is Unai Emery's room, so you can go in there, you can get some photos in there. You're welcome to go through into Mr. Emery's room. Belə bir şey çəkdim hə, mən də hamısını oradan aldım. Bayaq çəkdirmişdim. Osman, görəm kefin yoxdur Osman. Yorulmusan deyəsən. İnşallah. Biz elə ümid edirik. Burada futbol oynamaq var idi. Bizim Aston Villa turumuz bura qədər idi. Sonra bir stadionda çəkək. O daydaylar kimi. Özünüzə yaxşı baxın. Abunə olmağı, like atmağı, şərh yazmağı unutmayın. Hələlik.